Qadınlarda və qadınlıqda olan, yəni uşaqlıq yolunda olan mikrob, infeksiya, çirk, pis qoxu, vigileniya, müxtəlif növ axıntılar və müxtəlif rəngli axıntılar, üfunət qoxusu, bəzən çürümüş balıq iyi və s. belə şeylərin olması, eroziyanın olması, hətta uşaqlıq yolunda normadan artıq quruluğun olması ki, quruluq yaranmaq o deməkdir ki, sən birinci növbədə qarşı cinslə münasibət qura bilmirsən, orada çatlamalar və qanaxmalar ola bilir, həmin yerdən mikrob və virus infeksiyaları keçə bilir. Nəticədə sən daha ağırlaşmış formada olan problemlərlə üzləşmiş olursan. Bunu necə aradan qaldıraq bir vasitə ilə videonu bəyənin, paylaşın, fikirlərinizi yazın və videonu problemi olan xanımlar bir-birlərinə göndərsinlər. Bu Servagin Plus şamdır. Apteklərin hamısında olmalıdır, hansındasa yoxdursa deyin gətirsinlər siz üçün. Çünki bütün apteklərin mal alıb satdığı depoların hamısında var. Aptek istəsə gətirə bilər. Kimsə ola bilər deyər ki, yazdım xanım sistemimizdə görünmür. Sisteminizi dəyişin onda. Çünki hardan mal alıb satırsınızsa orada var. Yəni sizin sisteminizdə problem var deməli. Dərmanın sizə gəlib çatmağında problem yoxdur. Bu apteklərə aiddir. Və tərkibi bitkisəldir. Kimyəvi tərkiblər bəzən kimyəvi tərkiblərə allergiyası olan xanımlara daha ağırlaşmış problemlər yaşada bilir. Ona görə bu bitkisəl tərkibdir və antiseptik tərkibdir. Eyni zamanda saydığım problemləri aradan qaldırmaqda sizə çox geniş kömək eləyəcək və həm də vaspolitelnidir. Ona görə də rahat alıb istifadə edə bilərsiniz. 25-30 manat arasında dəyişən qiymətlərdir, amma sizin üçün sağalmaq önəmlidirsə qiymət önəmli olmayacaq əlbəttə. Növbəti videolarda görüşənə qədər özünüzə çox yaxşı baxın. Sağ olun.